Salam, hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa hissəsində Qafqazın qürğuna Saray yolundan, Oxana Saray yoluna yaxın olan belə bir ərazidə belə bir gözəl super həyət evi təqdim edirəm. Gördüyünüz kimi qapılar məsafədən idarə olunan qapılardır. Yəni qarşı tərəfində həyət hissəsi var. Təxminən 25-30 tonluq su çəri var. Yəni bu hissə evə aiddir. Sahəsi 6 sot, 2 mərtəbə, 5 otaqdan ibarətdir evimiz. Və bu hissəsində də yenə ağaclar var. Yenə də bu evə aiddir. Əsl həyət evi axtaranlar üçün gözəl bir fürsətdir. Çalışın dəyərləndirin. Qiymət də ki, super qiymətdir. İrəlilərin dəqiqələrdən nəzərə çatdıracağım. Yəni böyük geniş küçəsi var. Sənəd səyər çıxarış küçədə. Həyət hissəsidir. Onu da qeyd edim ki, uzun müddətli evdə yaşayış yoxdur. Maşallah, gözəl və səliqəli həqiqətən də təqdimat zamanı görəsiniz. Həyətdə belə bir söhbətgahı var. Müxtəlif meyvə ağacları var. Yəni, altı sot şəxsi tikili. Belə bir gözəl villa tipli həyət evidir. Yəni həyətdə yay mətbəxi də var. Stol üstü. Onu da qeyd edim ki, evimiz əşyalı satılır. Və zirzəmi hissəsini sizə təqdim edeyim. Zirzəmi hissəsi buradadır. Evdə kamera müşahidə sistemi quraşdırılıbdır. Əlavə siqnalizasiya quraşdırılıbdır. Yəni ev daimi nəzarətdədir. Və həyətdə də belə bir sanitar qovşağı var bu hissədə. Bura isə dediyim kimi mətbəxdir. Və əşyalar da yenə satış qiymətinə aiddir. Həqiqətən bu qiymətə burada belə ev tapmaq qeyri-mümkündür. Super qiymətdir. Yəni bu stolun üstü bağlıdır, görsənmir. Bunlar da dediyim kimi satış qiymətinə aiddir. 2 mərtəbə şəxsi tikili. Bütün tikinti normalarına riayət olunub və hər şey göz qabağındadır. Bütün pəncərələr dəmir barmaqla bağlanıbdır. Həyətdə işıq motoru da var. Yəni onların satış qiymətinə aiddir. Və texniki otaq isə burada yerləşir. Yəni buradan da evin böyrünə rahatlıqla keçmək mümkündür. Kombi isə burada yerləşdirilibdir. Daxilindən tanış edim sizi. Yerləşmə yeri həqiqətən ideal yerdədir. Qafqazın qürğuna 2-3 dəqiqəlik yoldur. Novxanı, Saray yolu, bütün istiqamətlərə yol və çıxış var. Giriş hissədir. Möhtəşəm, maşallah. Döşəmə birinci növ palıd parketdir. Yəni burada gördüyünüz kimi sistem hamısı quraşdırılıbdır, təhlükəsizlik sistemləri. Geniş böyük koridoru var. Pilləkənlər təmiz fıstıq ağacıdır. Girişdən sağda mətbəx yerləşir. Maşallah böyük geniş mətbəxi var. Və gördüyünüz əşyalar hamısı satış qiymətinə aiddir. Dediyim kimi bu hissəsi mərmər döşümdür. Təxminən 20-25 kvadratlı mətbəx. Və buradan isə keçid alırıq qonaq otağına. Qonaq otağında gördüyünüz əşyalar hamısı qalır. Yəni bu divandır, stoldur. Bunlar hamısı satış qiymətinə aiddir. Birinci mərtəbədə olan yataq otağı, yəni burada yataq otağında olan əşyalar da hamısı satış qiymətinə aiddir. Və burada isə yerləşir sanitar qovşağı. Tam təchizat duş qəbin belə quraşdırılıbdır.
Bura isti döşəməli hamısı. Masazır qəsəbəsi. Burada isə kladovkada yenə də əlavə veşlər yığmaq mümkündür. Dediyim kimi, pilləkənlər görürsünüz, təmiz fıstıq ağacıdır. Şəxsi tikili, super təmir. Və ikinci mərtəbəsində isə 3 yataq otağı yerləşir. Böyük geniş foyesi var ikinci mərtəbədə. Həqiqətən də çox ideal evdir. Yataq otaqlarından birincisidir. Otaqlar kifayət qədər genişdir. 20 və 25 kvadratlı yataq otaqlarının sahəsi. Yəni burada mebellərdə dediyimiz kimi satış qiymətinə aiddir. Burada isə ikinci yataq otağı yerləşir. İstilik sistemi kombidir. Su, qaz, işıq daimidir. Yeni Bakı yaşayış kompleksinə yaxın bir ərazidə yerləşir. Burada isə 3-cü yataq otağı. Və burada belə bir dolab yığılıbdır. Bura isə 3-cü yataq otağı. 2 mərtəbə, 5 otaq, 260 kvadrat. Və ikinci mərtəbədə olan sanitar otağı. Hörmətli izləyicilərimiz, bir daha nəzərinizə çatdırım. Masazır qəsəbəsi Qafqazın Kruquna yaxın ərazidə, Sumqayıt yoluna yaxın, Novxana Saray yoluna yaxın bir ərazidə. Bura isə eyvandır, həyət hissəsidir. Qiymət ilkin olaraq 280 min manat təklif olunur, real alıcıya endirim olacaq. Əlavə suallarınız olarsa 050 205 44 55 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Kanalımıza abunə olub bəyənməyi unutmayın. Önceden teşekkürler.